Mehriban ailə mühitində böyüyən uşağın psixologiyası ilə aqressiv ailə mühitində böyüyən uşağın psixologiyası arasında xeyli fərq yaranır. Bir gənc 24 yaşında bir neçə il bundan qabaq mənə müraciət elədi bir problemi üçün. Məsləhət almaq istəyirdi məndən. Mən də məsləhət verdim ona. Bəzi məsləhətlər konkretdir. Orada da yer yoxdur. Gərək deyəsən. Gərək deyəsən konkret. Mənim bir dostum var, yaşsa məndən 15-16 yaş böyükdür. Ondan məsləhət alanda deyir ki, vallahi müəllim, nə bilim, deyirəm ki, olmadı da. Mənə bir konkret yol göstər. O psixologiyada belə bir şey var. Konkretləşdir. Fasilədə misal üçün biz konkretləşdirik ki, falan vaxt görüşəcəyik. Bəli. Konkretləşdir. İndi həmin o gənc mənə müraciət elədi. O deyirdi ki, müəllim, mənim atam, anam 43-44 yaşındadılar. Hər gün yemək masasında dalaşırlar. Hər gün ha. Bir gündə qəzaya vermirlər. O namazı qəzaya vermək var. Mən soruşdum ondan ki, bəs necə bu neçə müddəti bir yerdə yaşayırlar, ayrılmayıblar? Deyir müəllim, o sualın cavabını mən də bilmirəm. Niyə görə belə bir? İndi təsəvvür eləyin ki, mühit təsir eləyir o uşaqların psixologiyasına. Mümkün deyil ki, təsirsiz olsun. Ona da iz buraxır, uşaqlara da iz buraxır. Aqressiv olurlar, əsəbi olurlar. Xarakter pozuntusu yaranır və s.